Faciəvi hadisə Qurddərəsi yaşayış massivində, yəni Sumqayıt şəhəri hazırda dayandığım məhz bu ünvanda qeydə alınıb. Belə ki, sürət qatarı, yəni Bakıdan Sumqayıta hərəkətdə olan sürət qatarı buradan keçən yaşlı bir şəxsi vurub, şəxs ilə aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Hazırda hadisə yerində hüquq mühafizə orqanlarının əməkdaşları çalışır və dünyasını dəyişən şəxsin kimliyi müəyyənləşdirilir. Qatar. Ay, doğruyub bunu. Sen kömeğinde zahmet olmasa. Kanalda dur onu artık. Alttan yukarı yok. Baktın yok. Baktın ben. Rahat şekilde görmüyorum. Sarıları çekin. Hatta almanları. Şu demir de onu. Ya da onu da getirin belki görevine hazır bu. İşten eve geldim. Elə təzə oturmuşdum evdə. Gördüm ki, belə bir hadisə baş verdi. Poizin siqnalının səsinə çıxdım çölə. Baxdım, gördüm ki, yəni minlə millət töküldü bura. Soruşduq ki, nə var, nə yox, nə olub? Dedilər ki, bəs belə-belə. Poiz adam vurubdu. Çıxdıq, baxdıq, gördük, həqiqətən də vurulub. Dəfələrlə də ki, yəni burada, bu ərazidə bu setkalar bağlanır. Yəni vətəndaşlar tərəfindən bu setkalar doğranılır yenə. Keçid körpüsü var burada. Bu keçid körpüsündən istifadə edən yoxdur. Nə mənada yoxdur? Çünki keçid körpüsü biraz hündür olduğu üçün, yəni buradan ağsaqqal var, qoca var, cavan var, keçə bilmirlər. Çıxdıq, baxdıq, indi tanınmayan bir adamdır, bilinmir, nə cür olub, necə olub, nə cür düşüb vaqonun altına. Yəni belə bir hadisə baş verib. Özümüz də belənçik qalmışıq. Tez-tez baş verir burada hadisələr. Yəni tez-tez baş verir deyəndə, yəni dəfələrlə bu keçid körpüsünün altının setkaları bağlanır. Yəni orqanlar tərəfindən bağlanır. Yine vətəndaş tərəfindən açılır. Yəni bu vəziyyətdir. Yəni gördüyünüz vəziyyət budur. Aydın. Oğlu bir senet dedi bu yanlış. Yavaş kaldır lezzeti. Polis biraz.